Salam, hər vaxtınız xeyir olsun əzizləyicilər. 2025-ci il 11 may tarixində 9-10-cu siniflərin OTK sınavının izah edəcəyini tanış olaq. 11 may 9-10-cu sinif OTK tarix suallarının izahları başlasın. 11-ci sualda, daha doğrusu 31-ci sualda 15-ci əsrin ilk 10 illiyi Şirvanşahlar dövlətinə aiddir. Dərbəndilər sülaləsi hakimiyyətə gəlib 1382, yəni o dövrdə zaten hakimiyyətdə idi. Teymuri Osmanlı dövlətinə qarşı müharibəsində iştirak edib 1402 Ankaradan söhbət gedir. Doğrudur. Alaşkert 1421 15-ci əsrin 3-cü 10 illiyi idi. Kür sahilindəki döyüşdə Teymurilərə qalib gəliblər, məğlub olmayıblar. Qaraqoyunlardan da asılılığı 1412-də qəbul ediblər. Həm Frank, həm də Xəzərlərə aid oxşar cəhət Roma ilə diplomatik əlaqələrin qurulması aid deyil. Eyni əsrdə süqut 843-965 müxtəlif əsrlərdir. Ərəb dövləti ilə mübarizə, hansı ki, ərəblərin Qərbi Avropada irəlilənməsinin qarşısını, Franklar Şərqi Avropada irəlilənməsinin qarşısını isə Xəzərlər almışdı. Poitiers döyüşü 732 Frank tarixinə aiddir. Albaniya ilə müharibələrin aparılması Xəzər xaqanlığına aid olur. Atropaten Albaniya oxşar cəhət Roma ilə əlaqələrin saxlanılması oxşardır. Yerli hökmdarların adına pullar Albanlara aiddir. Parfiya ilə müttəfiqlik Atropateniya aiddir. D heç birinə aid deyil. E variantı Atropateniyaya aid olur. Hansı hadisələrin yeni dəyişdirsək oğru ardıcıllıq olar? İsmaildə Cavanşir qalası 3-7-ci əsr, Əlincə qalası 9-cu əsr, Göy məscid 15-ci əsrə aiddir, Marğa rəsədxanası 13-cü əsr, Gülüstan qalası 12-ci əsr. Burada bizim dəyişməli olduğumuz hadisələr 3-lə 5-dir, A variantı. 35-ci suala baxırıq, yanlış cavab lazımdır. İlk dünya səyahətinin baş verməsi Portuqaliya yox, İspaniyadır. Qalxan pul İngiltərə doğrudur. 1492 qram danışıqalı doğrudur. Anglikan kilsəsi İngiltərədir. 1-4. Yanlış fikirlər olur. Mətndə haqqında bəhs olunan səbəb hökmdarı, burada hansı ki, ədalətli siyasət yürütməsi, şikayət ərizələrinə baxması üçün divanın fəaliyyət göstərməsi, söhbət Şah 2. Abbasdan gedirdi. 37-ci sualda Şəmsəddin Eldənizin və Möminə xatunun ölüm xəbərini alan Məhəmməd Can Pəhləvan Naxçıvana gəlir və daha sonra bu şəhəri Ağsunqurilərin əlindən alır. Söhbət Təbriz şəhərindən gedir. Təbriz xəritədə harda yerləşir? Qeyd edeyim ki, xəritə ilə bağlı hər hansısa çətinliyiniz varsa, istər yuxarıda, istərsə aşağıda açıqlama bölümündə qeyd edədiyim xəritə izahlarından keçid edib tanış olub, xəritə biliklərinizi möhkəmləndirə bilərsiniz. Təbriz burada 1 nömrəli ərazi ilə əşarə olunubdur, 4 Ərdəbilə uyğun gəlir, 2 Gəncəyə, 3 Şamaxı-Şirvan bölgəsinə, 5 Dərbəndə. Bizə 1 C variantı, yəni Təbriz lazım idi. Sadi və Salarilərdən fərqli olaraq Şəddadilər dövləti bütün Azərbaycan torpaqlarını əhatə etmişdi. Sadi Salari Səlcuqlarla müqavilə imzalayıb Şəddadilər. C variantı yəni fərqli fikir deyil. Şirvanşahlar dövlətinin asılı hala salınması Şəddadilərdə yoxdur. Paytaxtın köçürülməsi Təbrizə Şəddadilərə aid deyil, nə də ki Sadi Salariyə. 39-cu suala baxırıq. Qədim Çində Xan sülaləsinin hakimiyyət dövrünə aiddir. Eradan əvvəl 206-cı ildən, yəni eradan əvvəl 3-cü əsrdən bizim eranın 3-cü əsrin əvvəllərinə qədər mövcud olmuşdu bax bu sülalə. Koreyanın və Vyetnamın da işğal edilməsi onların dövrünə aiddir. Cavabımız olur A bəndi. Bu Sin sülaləsinin hakimiyyətə gəlmə ərəfəsindədir. Bu da Sin sülaləsinə aiddir. Həmçinin bu variantda Dəmir Emalı isə hər hansısa Çində sülalə hakimiyyətinə aid deyil. Azərbaycanda 7-9-cu əsrlərə aiddir. Albaniyada yerli sülalənin hakimiyyətə gəlməsi 630 Mehranilər 1 aiddir. Həmçinin şərti torpaq bu dövrdə mövcud idi. Feodallara xidmət müqabilində paylanırdı dövlət tərəfindən xidmətə uyğun olaraq. Arşakilərin hakimiyyətinə son qoyulur 510-cu ildə 6-cı əsrə düşür. Məzdəkilər hərəkatı 481-529, 5-6-cı əsrlərə uyğun gəlir. 1-2 E variantı olur cavabımız. İstanbul müqaviləsi 1724 Rusiya ilə Osmanlı imzalayıbdı. Səfəvi dövlət Osmanlı yanlışdır. Rusiyanın Xəzəryanı vilayətləri tamamilə tərk etməsi 1735 Gəncə müqaviləsinə aiddir. Kürdən cənubdakı Xəzəryanı torpaqların Səfəvilərə qaytarılması Rəşd müqaviləsinə aiddir. Araz çayının Səfəvilərlə Osmanlı arasında sərhəd olması, bax bu demək aiddir. Kirmanşah müqaviləsinə Azərbaycan böyük hissəsi Osmanlıya verildi. Xəzəryanı vilayətlər isə rusların ixtiyarında qalır. 4-cü Səli bürüşü 1202-1204 olub və onun nəticəsində də Konstantinopol şəhəri dağıntılara məruz qalıb. A doğru fikirdir. Xristian kilsəsi 1054-də parçalanmışdı. Səlcuqlar müqavimət göstərməyib 4-cü Səli bürüşündə. Digər variantlar da yenə öz növbəsində yanlışdır. Qədim Romanın eramızdan əvvəl 5-ci əsr tarixinə aiddir. İşğalçı müharibələrə başlayıb eradan əvvəl 3-cü əsrdə aqrar qanunların verilməsi, eradan əvvəl 2-ci əsrdə qıraq qardaşları. Respublika dövrünün başlanılması eradan əvvəl 6-cı əsr 509, 5-ci əsrin ortalarında 12 lüfə qanunları var idi. Bu isə eradan əvvəl 3-cü əsrə aiddir.
44-cü sualımızın izahı ilə tanış olmamışdan əvvəl qeyd edərdim ki, 9-10-cu siniflərim üçün istər bu il, istərsə növbəti illərdə sınaq qruplarınıza qeydiyyat başlamışdır. Həm sınaq, həm də dərs qruplarınıza qoşularaq tarixdən nəticənizi yüksəldə və imtahanlarda istədiyiniz nəticəni əldə edə bilərsiniz. Bunun üçün şərh bölümündə qeyd edədiyim 055 437 53 nömrəsini yazmanız kifayətdir. Dövlətin inzibati cəhətdən bəylərbəyliyə bölünməsi səbəblərin bütün dövrü üçün oxşar cəhətdir. Tamğa vergisinin mövcud olması 1565-ə qədər mövcud olub, yəni 16-cı əsrin ikinci yarısına qədər. Paytaxtın köçürülməsi 1555 və 1598-ci illərdə baş verib 16-cı əsrin, yəni ikinci yarısında, bu 16-cı əsrin ikinci yarısına aiddir. Şah II Abbas tərəfindən idarə olunması 1642-66-cı illərdə hakimiyyətdə olubdur, yəni bu hökmdar məhz 17-ci əsrin birinci yarısında hakimiyyətdə olub, 17-ci əsrin ikinci yarısında hakimiyyətdə olubdur. Sufyan döyüşünün baş verməsi, 2 dənə tarixdə Sufyan döyüşü var. Biri 1585-ci il birinci Sufyan, digəri də 1605. Gördüyünüz kimi 16-cı əsrin ikinci yarısı və 17-ci əsrin birinci yarısına uyğun gəlir Sufyan döyüşləri. Ona görə 3-ə A-nın E variantları gedirdi. 1B, 2D, 3A-E cavabımız olurdu D bəndi. 45-ci sualda Ərəb dövləti Əməvi və Abbasi xəlifələrin dövründən fərqli olaraq ilk xəlifələr dövründə, yəni 632-661-ci illərə aid xüsusiyyət, Xəzərlərlə müharibə hər üçün aid ümumi xüsusiyyətdir. Albaniya ilə əlaqələr 667-670 Əməvlərə aiddir. Sasaninin süqutu 651 məhz ilk xəlifələr dövrünə aid olur. D variantı Əməvlərə aiddir, E variantı yenə ilk xəlifələrə aid olmur. Azərbaycanda 18-ci əsrin son rübü, yəni təxminən 1776-1800 aralığı Rus imperiyasının hücumlarına məruz qalıbdı, hansı ki 1796-cı ildə Yekaterina Zubovu göndərib, A variantı doğrudur. Səfəvi-Osmanlı müharibələrinin baş verməsi bu dövrdə Səfəvi dövləti mövcud deyil, kapitalist istehsal üsulu 19-cu əsrə aiddir. Əfşarlar bu dövrdə mövcud deyil, ilk müstəqil xanlığın yaranması 1743 şəkidir, o da 18-ci əsrin ikinci rübünə uyğun gəlir. Daş dövrünə aiddir, yəni alt paleolitdən məhz Erkən Tunca qədər olan dövr, siklopik qalların inşası son tunc, şəkinçilik, erkən tunc, ilk sənət sahələri neolit dövrü, C variantı daş dövrünə uyğun gəlir. Boyalı qablar da sənətkarlığın müstəqil sahəyə çevrilməsi də yenə orta tunc dövrünə aid olur. Teymuri dövlətin hökmdarları Əmir Teymur və Sultan Şahrux Qaraqoyunlu dövlətinin asıla salması Əmir Teymurun hakimiyyət dövrünə aid deyil, bu Sultan Şahruxa aiddir. Hansı ki, Qara İskəndəri məğlubiyyətə uğradır, Cahan Şahı hakimiyyətə gətirir. Qızıl Ordu dövlətinin məğlubiyyətə uğradılması 1395 uyğun gəlir, Əlincə qalası 1400 uyğun gəlir. Atasından fərqli olaraq Şahrux bu dövlətlərlə normal münasibətlər qurur, Herat müqaviləsini Əbu Səid imzalayır və dövlətin əvvəlki qüdrətini bərpa eləməyə müvəffəq olmuşdur. 1B-si 2A-nın C variantları olur. Daha sonra göstərilən döyüşlər aiddir. Təbii ki, burada Qaraqoyunlulara C variantı. Birinci Rus-Qacar müharibəsi əhatə edir 1804-13-cü illəri. Qarababa döyüşündə 1809-da Ruslar məğlub olur. Qanıq döyüşü Rus-Qacar müharibəsinə aid deyil. Sultanbud döyüşündə 1812-ci ildə yenə məhz Qacarlar qalib gəlir, yəni C-ni qeyd edə bilərik. Digər tərəfdən isə Qacar qoşunlarının məğlub olduğu döyüşlər. Cavanbulaq 1827 2-ci Rus-Qacara aiddir. Aslandüzdə məğlub olublar. Bayat da bura aid deyil. 1AC, 2B cavabımız olur A bəndi. Mərzban İbn Məhəmmədlə Uzun Həsənə aid oxşar cəhət deyil. A, C, D, E variantları oxşardır. B oxşar deyil. Çünki Həsən Padşah Azərbaycanı Vaydalda birləşdirmir. Mərzban İbn Məhəmməd birləşdirir. Manna dövlətinin mövcudluğu eradan əvvəl 9-cu əsrdən eradan əvvəl 590-a qədər mövcud olmuşdur. Kutilərin Akkad dövlətinin varlığına son qoyulması eradan əvvəl 3-cü minilliyin ikinci yarısı uyğun gəlmir. İskit padşahlığının yaranması eradan əvvəl 7-ci əsr, bax bu uyğun gəlir, B-ni qeyd edə bilərik. Əhəməni dövlətinin yaranması eradan əvvəl 550, yeni Midian süqutu da dövrə uyğun gəlir. Şumer şəhər dövlətlərdəki 4-cü minilliklər uyğun gəlir. Doğru cavablar 30 illik müharibə 1618-1648, Avropada dini müharibələr bir dəfəlik başa çatır, 1 doğrudur. Rekonkist hərəkatı 11-15-ci əsrlərdə olubdur, protestantların din azadlığının rəsmən tanınması əlaqəsi yoxdur, bu asılıqda deyə bilərik. Almaniyada kəndli müharibəsindən sonra feodal qaydalar daha da sərtləşir, 3-ü qeyd edə bilərik. 100 illik müharibə nəticəsində İngiltərədə Tüdorlar hakimiyyətə gəlmir, Tüdorlar Al-Gül, Ağzı-Gül müharibələrinin nəticəsində hakimiyyətə gəlirlər, 1-3.
54-də doğru cavablar nədən ibarətdir? Səfəvi ilə Osmanlı arasında Ankara olmayıb, 2 doğrudur. Poitiers döyüşü franklarla olubdur. 4 doğrudur, 1415-ci il aiddir. 5 isə Xəzərlərlə olubdur. Xəritədə rasi ştrixlənmiş xanlıqlar İrəvan və Naxçıvandır müvafiq olaraq. Əfşar tayfası tərəfindən yaradılması İrəvana aiddir, Naxçıvan Kəncərlidir. Şəkiyə qarşı ittifaqda iştirak ediblər. Qubanın hücumu olmayıb bunlara. İki hakimiyyətli olmayıb heç biri. Çuxursəddə yaranıbdır hər ikisi. 2-5 olur cavabımız. Xranlıca ardıcıllıq Qutlu xanın üsyanı 682, Kürşadın üsyanı 639, Qərbi Roman süqutu 476, Xürrəmlər hərəkatı 778, 838-ci illərdə demək baş vermişdi. Ardıcıllığımız necə olur? Demək 3, 2, 1 və 4. Osmanlı dövləti ilə bağlı uyğunluq Bolqarıstanın fəthini başa çatdırıbdır. 1396-da Yıldırım Bayezid, birə gedir E variantı. Misir Məmlük Sultanlığının süqutu 1517-də Sultan Səlimə aiddir. Ağqoyunlularla sülh müqaviləsi 1461-ci ildə Saray Xatunla imzalayıbdır. Ağqoyunlu bəyliyi ilə Fatih Sultan Mehmet 2-yə gedir Cəbənd. Situasiya ilə tanış olmayanlar tanış olsun. Videonu dayandırıb mən sizə birbaşa cavabları deyim vaxt itirmədən. 58-ci sualda mətndə hansı xanlıqdan söhbət gedir? Hansı ki, burada 60-cı illərdən söhbət gedir. 1767-ci ildə liman və ticarət mərkəzi olan şəhərimiz, o dövrdə əsas liman mərkəzi Bakı idi. Yəni 1767-də Bakı birləşdirilir Quba xanlığına. 59-cu sualda Qubalı Fətəli xan Bakını birləşdirərkən Nicat diplomatiyasından istifadə edilmişdi. Bunu qeyd edə bilərdiniz. 60-cı sualın izahını verməmişdən əvvəl qeyd edim ki, kanalı izləmədə qalın, videonu bəyənin, kanalımıza abunə olun, növbəti sınaq izahlarından, dərs izahlarından, ən vacib videolardan məhz ilk siz xəbərdar olasınız deyə həmçinin açıqlama bölümündə qeyd elədiyim sınaq və dərs qruplarımız haqqındakı məlumatları da əldə edə bilərsiniz. Tarixi biliklərinizə əsasən Qubalı Fətəli xanın fəaliyyətinin mənbədə göstərilməyən daha 2 sahəsini qeyd edeyim. Mənbədə birləşdirilmədən söhbət gedirdi, Quba xanlığının birləşdirilmə siyasətindən. Növbəti olaraq da qeyd edə bilərik ki, vergi tədbirləri, yəni vergi islahatı keçirilmişdi, həmçinin köçürmə tədbirləri həyata keçirilmişdi Qubalı Fətəli xan. Beləcə videomuzun sonuna gəlirik. Bizi izləmədə qalın. Növbəti videolara qədər sağ olun, salamat qalın.